Salam, sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Nəzərinizə çatdırım, verilişimizin sponsoru neyrocərrah Kərəm Bıxmazdır. Yaxın günlərdə Bakıya gəlir, mən də xatırlatmış olum. Neyrocərrahiyyə sahəsində müalicədə tətbiq etdiyi fərdi yanaşmaları və yüksək xəstə məmnuniyyəti ilə 20 ildir fərq yaradan Dr. Kərəm Bıxmaz bitməyən ağrılarınıza son qoymaq üçün Bakıya gəlir. Bel və boyun yırtıqlarının əməliyyatsız müalicəsini Türkiyədə başladan, qapalı mikrocərrahiyyə üzrə beynəlxalq təcrübəyə malik Bıxmazla yeni ildə ağrısız, daha keyfiyyətli həyata doğru addım atmaq üçün indidən yerinizi rezerv edə bilərsiniz. Dr. Bıxmaz 2025-ci il Bakı proqramı və müraciəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər varsa 055 515 33 77 nömrəsinə zəng edə bilər. Unutmayın ki, heç bir ağrı qalıcı deyil. Həkim qonağımız nevroloq Jalə Qarayevadır və bir daha xatırlatmaq istəyirəm, nevroloq EEQ üzrə mütəxəssis, Türkiyə Ankara Qazi Universiteti Nevrologiya Kafedrasında çalışmış mütəxəssisdir, peşəkar həkimdir. Nevroloq və ya nevropatoloq sizə necə rahatdırsa elə səslənmək istəyərdim. Jalə xanımla əlaqə yaratmaq istəyənlər varsa, buyurun, müraciətlərinizi edə bilərsiniz. Xoş gördük Jalə xanım, necəsiniz? Xoş gördük Həmən xanım, xeyirli uğurlu olsun bu arada verilişiniz. Təşəkkür edirəm, minnətdaram. Bilirsiniz, bir çox xəstəliklərə toxunuruq, bir çox ixtisas həkimləri ilə görüşürəm. Amma elə problemlər var ki, həqiqətən də insan orqanizmində organik patologiya olmadan meydana çıxır və bu bizi nevroloq qəbuluna gətirir. Nevrozlardan danışmaq istəyərdik. Bugünkü gündə nevrozun müalicəsi varmı? Ümumiyyətlə, nevroz nədir? Kimlərdə görülə bilər? Bəli, dediyiniz kimi nevrozlar, nevrosik pozuntular həm uşaqlarda, həm də böyüklərdə də çox rast gəlinir. Təəssüflər olsun, kiçik yaşlı uşaqlarda da artıq valideynlərinə deyirlər ki, ürəyim sıxılır, ürəyim döyünür, qorxuram, bu şəkildə narahatlıq. Və bildirim ki, nevrozlar heç bir orqanizmdə üzvü patologiya, yəni hər hansı bir bədəndə, beyində narahatlıq olmadan ortaya çıxan bir patologiyadır. Çünki nevrosik pozuntular, yəni keçmiş adı nevroz, müasir adı nevrosik pozuntular deyirik. Növləri də müxtəlifdir, səbəbləri də müxtəlifdir. Müalicəsi varmı? Bəli, növünü təyin edib ona uyğun müalicə edirik. Səbəblərinə gəldikdə nevrozların müxtəlif səbəbləri var. Birinci, hər zaman olduğu kimi psixoloji səbəblərdən danışacağım. Yəni, uşaqlıq dövründə aldığı psixoloji travmalar olsun, valideynlər arası münaqişə olsun, valideynlərin boşanması olsun və yaxud hamiləlikdən sonra hər hansı bir narahatlıq olsun. Bunlar psixoloji travmalardır nevrozların, yəni nevrosik pozuntunun yaranması üçün. Həmçinin sosial səbəblər var. Sosial səbəblər işsizlik, maddi çətinliklər, maddi sıxıntıların olması və genetik yatqınlıq bütün xəstəliklərdə olduğu kimi nevrozlarda da var. Ailədə birində, yəni valideynlərin birində nevroz görülərsə, övladında da olma ihtimalı var. Var deyə bir şey yoxdur, yəni %100 olacaq deyə bir şey yoxdur, amma ehtimal var, bəli. Və əsas səbəb, bütün səbəblərini, bəli. Və müalicədə dönə-dönə vurğuladığı bir səbəb bu səbəb bioloji səbəbdir. Bu da beyində bu serotonin, yəni xoşbəxtlik hormonu deyirik ona el arasında, serotonin hormonunun ifrazının az olması və bu da digər səbəbləri də yaradır özlüyündə və bir çox problemlər yaradır. Biz nevrozu müxtəlif formalarda görürük, formalar da müxtəlifdir. Yəni insandan insana dəyişir. İnsandan insana dəyişir. Yəni bu serotonin azlığı hər kəsdə bir formada göstərir. Bəzilərində qorxu nevrozu, həyəcan nevrozu şəklində göstərir. Yəni bəzi pasiyentlər deyir ki, mən həyəcan gəlir birdən-birə, mənə təşviş gəlir birdən, narahat oluram, döyüntülərim artır, ürək nahiyəsində bir sıxıntı olur. Bəzilərində depressiv nevroz şəklində özünü göstərir. Depressiv nevroz o zaman artıq əhval-ruhiyyə enir, heç bir şeydən zövq almır, davamlı yorğun olur, səhər yuxudan oyananda artıq bir yorğunluq çökür üzərinə. Bir qrup pasiyentlərdə obsessiv-kompulsiv nevroz, yəni takıntı deyirik, yəni el arasında buna. Bu təmizlik şəklində də özünü göstərə bilər, müxtəlif simmetriya, bunlar belə dayansın, hər şeyi simmetrik düzəltmə və yaxud qapının dəstəyinə əl vurmama, əllərini tez-tez yuma, hamamda saatlarla qalma, yəni bu formada da özünü göstərir və yaxud xüsusi spesifik fobiyalar şəklində də göstərə bilər. Bu ola bilər ictimai nəqliyyatda hər hansı bir narahatlıq və yaxud qapalı məkan, xüsusilə biz nevroloqlar olaraq, məsələn, pasiyentə deyirəm ki, sizə beyin MRT-si lazımdır. Hər hansı bir şikayətlə yaxınlaşıb, tutaq ki, baş gicəllənməklə yaxınlaşıb və yaxud baş ağrısı ilə yaxınlaşıb, sizə beyin MRT-si yox, doktor, mənə beyin MRT-si deməyin, mən qapalı yerdə qala bilmirəm, narahat oluram və bilirik ki, artıq bunun baş gicəllənməsi ilə yanaşı, buna deyirik klastrofobiya, yəni qapalı məkan qorxusu. Liftdə narahat olurlar, MRT-də narahat olurlar, qapalı məkanlarda narahat olurlar. Sonra nevrozun digər
Yəni bəlli simptomlarla gələn insanın müayinəyə göndərəcəyini sırada belə nevrotik Bəli. pozuntularını aşkarlayırsınız. Bəli, yəni əslində başqa bir şikayətlər bildirir bizə. maraqlıdır. Anamnez toplayırıq və orada da yəni bir nevrozun digər Nevrotik pozuntusu olanın əlbəttə ki, organik heç bir səbəb olmasa da, heç bir xəstəliyi olmasa da müəyyən əlamətlər, simptomlar olur. bəli, Olur. onu Bəzən xəstə kimi orqanik göstərə bilər. səbəblər ola, beyində, bədəndə hər hansı bir patologiya ola, nevrotik pozuntular da yanaşı da olur. Yəni hər ikisini birlikdə də görə bilirik. Bəli, dediyim kimi sosial fobiya da var, çox yayılıb. Bunu da yəni çox görürük. Sosial fobiyadan əziyyət çəkən insanlar adətən cəmiyyət içərisində narahat olur. Çıxırlar insanlar içərisində hər hansı bir getdiyi məkanda otururlar, hamı mənə baxır, hamı məndən danışır düşüncələri və yaxud mən danışdım, görəsən danışarkən səhv etmədim, görəsən danışarkən artıq cümlələrdən istifadə etmədim kimi narahatlıq. Əslində bu tip sosial fobiyadan əziyyət çəkən insanlara kənardan yoldaşlar, qohumlar deyir ki, çox məsafəli biridir, çox özünə qapanan biridir, çox utancaq biridir. Hansı ki, o əslində sosial fobiyadan əziyyət çəkir, onu da müalicə etmək lazımdır. Dediyim kimi növləri müxtəlifdir. Ayırd edib ona uyğun müalicəsini təyin etdikdə Ətraflı anamnez toplayırsınız əlbəttə, amma müəyyən parametrlər var ki, onları siz yoxlamalısınız qanda Mütləq və s. şəkildə, bəli. Diaqnozu necə qoyursunuz, doktor? Diaqnoz ətraflı müayinə, bəzən qan təhlilləri, laborator müayinə və instrumental müayinələrdən sonra tam olaraq biz diaqnozu qoyuruq və dediyim kimi, yəni formaları çoxdur, amma altda yatan səbəblərdən də, yəni hər hansı, məsələn, tiroid vəzi, yəni qalxanvari vəzi, el arasında zob kimi bilinən, funksiyasının çox olması və yaxud daha çox biz gördüyümüz az çalışması, yəni qalxanvari vəzin az çalışması Hashimoto növündə qadınlarımızda çox görülür. Bəli, nevrotik pozuntulardan əziyyət çəkə bilir. Bəzən də qarışır, yəni pasiyent əslində panik atakdır, boğulması çoxdur və dəfələrlə düşünür ki, məndə zob var. Zob həkiminə gedir, yoxlanır, bir şey çıxmır. Sonunda bir nevropatoloqa, nevroloqa müraciət edir və onda da panik atakın boğulması olduğunu araşdırırıq və aydınlaşdırırıq. Amma boğulma, bir daha deyirəm, hər zaman panik atak səbəbli deyil. Hər zaman nevroz səbəbli deyil. Boğulmanın səbəbləri çoxdur. Bir daha deyirəm, yəni el arasında desək zob və yaxud allergiya özü belə boğulmaya bir səbəb verən bir problemdir. Yəni bir insanı dediyiniz o bütün şikayətlərlə əgər analizə göndərsəz, müayinəyə göndərsəz, kifayət qədər vəsait sərf eləyəcək. Nəticə itibarilə heç nə çıxmayacaq. Sonra deyəcək ki, bu qədər pul xərclədim. Altda yatan səbəb heç bir şey. Sadəcə nevrotik pozuntuymuş. Amma Jalə xanım anamnez topladığı sırada artıq ona məlumdur ki, bəli, bu simptomlar sizdə hansı səbəbdəndir? Kifayət qədər sizə vaxt ayırır. Hər pasiyentə nə qədər vaxt ayırırsınız? Fərqlidir. Pasiyentdən pasiyentə dəyişir. Yəni ortalama. Mən saat yazmıram. Bunu mənim pasiyentlərim bilir. İstədiyi qədər danışacaq. Bəzən məni maraqlandıran suallar olsa daha çox danışacağam. Çox danışa bilirəm. Siz dediyiniz kimi somatik nevroz deyirik ona. Yəni müxtəlif orqanların simptomlarını özündə göstərir. Məsələn, ürək əlamətləri göstərə bilər. Ürək döyüntüləri çox ola bilər. Yəni buna taqqardiya deyirik, tibbi taqqardiyadır. Doktor ürəyim yerindən çıxacaqmış kimi olur və yaxud ürəyim çox çırpınır. Əslində bir kardioloqa biz hər zaman deyirik, yəni buna panik atak demədən öncə mütləq bir kardioloqda olmalısan. Altda yatan bir səbəb varmı, yoxmu araşdırılmalıdır. Mütləq kardioloji problemlər. Çünki panik atak fonunda arterial təzyiqin də yüksəlməsini çox hallarda görürük. Yəni bunun da kardioloji patologiya olmadıqdan sonra biz deyə bilərik ki, səndə nevrozdur. Və yaxud somatik nevrozun mədə-bağırsaq əlamətlərini görə bilərik. İnkar eləyirsiniz. Bəli, mütləq şəkildə inkar eləyirik və yaxud mədə-bağırsaq əlamətlərini görə bilərik. Somatik nevrozda mədə-bağırsaq narahatdır, davamlı yalançı çağırışlar olur, yalançı aklar olur və yaxud həyəcan təşviş fonunda böyük bayra getmə istəyi, ishal. Bunlar da mədə-bağırsaq, yəni somatik nevrozun əlamətləri. Dediyim kimi növlər müxtəlifdir. Yəni burada müalicəsində nələri çox nəzərə alırsınız siz? Müalicəsində hər zaman xəstənin, ona görə yoxlayırıq, müəyyən qan təhlilləri veririk. Burada pasiyentin yaşı çox önəmlidir, pasiyentin cinsi çox önəmlidir, kilosu, yanaşı bir xəstəliyi varmı, şəkərli diabetdən əziyyət çəkirmi, arterial təzyiq yüksəkdirmi və yaxud digər xəstəliklər. Hər hansı bir dərman yazacağımız zaman biz hər şeyi nəzərə alırıq. Hətta allergiyası varmı, yoxmu, ona qədər nəzərə almalıyıq. Çünki pasiyentdən, bəzən pasiyentlər deyir ki, və yaxud bizə zəng edirlər köməkçinin danışarkən, doktor filankəs qohumun filan dərmanı içdi, nevrozdan əziyyət çəkirdi, o yaxşı oldu, amma mən içdim, mənə yaxşı olmadı. Dedim, əlbəttə elə olacaq. Siz orqanizmlər fərqlidir, hər bir orqanizm fərdidir, individualdır, hər kəsdə fərqlidir. Çünki burada dediyim kimi cins faktoru, qadınlarda bu arada deyim ki, nevrotik pozuntulardan, ümumiyyətlə panik atak, depressiyadan əziyyət çəkmək
2 dəfə daha çox görünür. Qadınlarımız daha emosional, daha həssas olduqları üçün kişilərdən 2 dəfə daha çox görünür. Bəli, mütləq şəkildə hər kəsə fərdi dərman, yəni eyni şikayətlə eyni pasiyent yaxınlaşsa belə hər kəsi yoxlayırıq. Ona uyğun, çünki orqanizmlər fərqli olduğu üçün qan təhlilləri də fərqli çıxacaq. Ona uyğun müalicələr təyin edirik. Ən çox gördüyümüz panik atakdır son dönəmlər. Həm uşaqlarda, həm böyüklərdə panik atak görülür. Panik atak nədir? Yəqin ki, bir çoxları bilir, bəzən bilməyənlər elə bilir ki, bu sadəcə ondadır, heç kimə demir və əziyyət çəkir, bilmir ki, bunun çox rahatlıqla müalicəsi var. Əslində, panik atak bir qorxu tutmasıdır. Ani başlayır, qəfil başlayır, səbəbsiz başlayır panik atak. Səbəbsiz olaraq pasiyentdə bir qorxu, təşviş, həyəcan yaranır və o anda döş qəfəsində bir ağırlıq olur. Sanki nəfəsin ona yetməyəcəyini düşünür, döyüntü artır. Dediyim kimi, bəzi hallarda arterial təzyiqin yüksəlməsi baş verə bilər. Mədə-bağırsaqda diskomfort olur, əl-ayaq yığılır, əl-ayaq buza dönür, keymə olur, bədənli bir isti tər basır. Həmin anda düşünür ki, birdən mən başım gicəllənir. Əslində başı gicəllənmir, amma baş gicəllənmə qorxusu gəlir. Başım gicəllənər, yıxılaram, mənə nəsə olar, bayılaram, ağlımı itirərəm, dəli olaram və yaxud beynimə qan sızar, miokard infarktı olaram. Həmin o atak anında o pik nöqtəsi hardasa 10-15 dəqiqəyə qədər çatır, hardasa 20 dəqiqə lap pik həddindən çatır. Atak anında bunları düşünürük. Konkret mən öləcəm, dəli olacam, ağlımı itirəcəm kimi düşüncələr olur panik atakda. Dediyim kimi, həm uşaqlarda, həm böyüklərdə görürük, amma vaxtında müraciət olunsa tam şəkildə öhdəsindən gəlirik, tam şəkildə də müalicə edirik. Aşkar təhlükə görülmür o xəstələrlə söhbət əsnasında, amma dediyiniz kimi bəzən görülür, bəzən görülmür. Bəli, bəzi hallarda görülür. O sırada sual verən varmı? Doktor, sağalacam. Bəlkə o öləcəm, batacam, bitəcəm deyil də sağalacam. Demək olar ki, bu sualı bizə hər kəs verir. Evə gedəndən sonra davamlı zənglər, davamlı bir dərmanın dozası ilə maraqlanan, belə mesajlar yazan varmı elə panik atak var, xəstəsi? səbirli olanlar da var, səbirsiz davranıb bugün müalicə yazdım, sabah yığanlar da var. Amma bizim nevroloji müalicələr elədir ki, müəyyən müddət, bir minimum 2 həftə, 10 gün qanda toplanması lazımdır ki, orqanizmə təsir eləsin. Ona görə biz səbirli olsaq daha yaxşı. Biz də yəni onları başa salırıq. Əlbəttə onun tibdən anlayışı olmayanlar olur. Biz izah etməliyik ki, bu ağrı kəsici deyil. Anında verək, sənin ağrını götürək. Bu yəni müəyyən proseslər, müəyyən hormonların disbalansına, beyində hormonların disbalansı olur, ona bağlı bir prosesdir. Ona görə biraz səbirli olun. Əlbəttə ki, öhdəsindən tam şəkildə gələcək bunun. Və o şəkildə izah verib müalicəmizi başlayırıq, şükürlər olsun. Yəni sağalanlarımız çoxdan o sualı hamı verir. İlhamə xanım bizə ki, doktor, həqiqətən mən sağalacam, doktor, həqiqətən mən əvvəlki həyatıma dönəcəm. Yəni qorxusuz, təşvişsiz, həyəcansız və yaxud depressiyasız əvvəlki həyatıma dönə biləcəmmi? Bu o qədər əzab verici bir problemdir ki, həqiqətən az öncə dediyimiz kimi bir insan infarkt olacağını düşünür, təsəvvür eləyin. Nə qədər onu inandırmağa çalışsan da deyir, yox, bu dəqiqə öləcəm, infarkt olacağım. Yəni psixoloq yanına gedir, psixiatr yanına gedir, inanılmaz dərəcədə doğru olmayan müalicələr, doğru olmayan istiqamət götürür. Ona görə də getdikcə ağırlaşır və ağırlaşanda da çox böyük bir patologiyalar ortaya çıxır. Ona görə həmişə deyirik ki, nevrotik pozuntular, bunun tək bir adı var, nevroz əvvəlki adı, indiki adı nevrotik pozuntu. Altda yatan səbəb nədirsə, səbəbsiz ola bilər. Yəni, bəlkə də heç bir səbəb yoxdur, amma söhbət sinir sistemindən gedirsə, beyində olan neyronlardan gedirsə, o zaman bizə baxacaq həkim kimdir? Nevroloq həkim. Jalə xanım yanına gedə bilərsiniz. Çünki illərdir panik atakın müalicəsini mükəmməl şəkildə eləyən bir həkimdir. EEG mütəxəssisdir eyni zamanda. Bəlkə də panik atak haqqında danışan ilklərdən olmuşam. İlklərdən olmuşsunuz. Elə eyni ilə də EEG mütəxəssisi olaraq da o neyronlar arasında olan o mübadilə, pozğunluqlar, dalğalar və s. bütün bunların incəliklərini, yəni sanki beyni danışdıran bir həkimdir. Mən qısacası belə deyim. Beyin də danışır axı bizimlə, amma onu anlayan lazım. Beynin də bəlli bir dili var, şkalası var, dişləri var, o danışır. O nə deməyə çalışır? Onu ancaq nevroloq, mütəxəssis həkim bilər. Çünki bəzən normal danışır, amma xəstədir. Bəzən anormal danışır, amma normaldır. Yenə də o bəhs etdiyim EEG müayinələrində hər nə qədər diaqnostik əhəmiyyəti böyük, əhəmiyyət kəsb eləsə də, yenə də xəstəyə individual yanaşma Jalə Qarayevan yanında çox yüksək səviyyədə dəyərləndirilməlidir. Məhz ona görə nevrotik pozuntusu olan hər kəs
kəs Jalə xanımın qəbuluna gedə bilər. Başqa kimlər gəlir sizin yanınıza, doktor? Depressiya, yəni depressiv nevroz deyək və yaxud depressiya deyək, bununla da bağlı çox müraciətlər var. Təəssüflər olsun, yenə də deyəcəm, uşaqlarımızda da görülür depressiya, yeniyetmələrdə də görülür, böyüklərdə də görülür. Amma hər yerindən duran da mən depressiyadayam, yox, elə deyil. Hər ruh düşkünlüyü də depressiya deyil. Mən indi bəzi əlamətlər sadalayacağam. O əlamətlərin hər gün davam etməsi lazımdır və ən az 2 həftədən çox davam etməsi lazımdır ki, biz buna depressiya deyək. Müntəzəm olaraq. Bəli, müntəzəm olaraq. Yoxsa bəli, əlbəttə mən özüm, ətrafımdakılar ayın 1 günü, 2 günü ruh düşkünlüyü yaşaya bilərik. Yəni keyfimiz olmaz, normal yuxu yatmaya bilərik. Yəni ruh düşkünlüyü olur. Bu depressiya hesab olunmur. Bir daha deyirəm, 2 həftədən çox davam eləyirsə, artıq siz müalicə almalısınız ki, bu depressiya xronikləşmiş formaya keçməsin. Hansı əlamətlər var depressiyanın? İlk öncə böyük və kiçik simptomlarını sayaq, yəni major, minor simptomlarını sayaq. Depressiyanın böyük əlamətləri gün içində əhval-ruhiyyə enir, həyatdan zövq alması, əvvəllər zövq aldığı işlərdən pasiyent artıq heç bir zövq almır, davamlı ruh düşkünlüyü var və artıq səhər oyanır, yuxudan oyanıb, amma deyir ki, mən yorğunam, sanki daş daşmış kimi hiss edir özünü. Depressiyanın kiçik əlamətləri hansılardır? Pasiyent adaptasiya olmada çətinlik çəkir, konsentrasiya olmada çətinlik çəkir, yersiz olaraq insanlara çox səbirsiz davranır, çox əsəbi davranır insanlara və ətrafındakılara, enerji azlığı hiss edir özündə, özünü günahlandırma hissi olur, həmçinin yaddaş zəifləyir və depressiyanın, belə deyim də, tipik və atipik formaları var ki, bəzi növlərində deyirlər ki, mənə pasiyentlər, doktor, mən heç nə yemirəm, amma kökəlirəm. Bəzi növlərində isə depressiyadan əziyyət çəkən, ümumiyyətlə nevrotik pozuntuların hamısına aiddir bu. Bəzi növlərində isə, yəni bir qrup xəstələr, belə desəm daha doğru olar, bir qrup xəstələr nevrotik pozuntulardan deyir, doktor, mən nə qədər yeyirəm, amma mən niyə kökəlmirəm? Ola bilər burada yerli-yersiz sistemlər vurulur ki, sən kökəlmirsən, sistemi vuraq, bədən müqavimətin artsın. Bu tamamilə yersizdir, bəzən fəsadları ortaya çıxır. İndi mən ad çəkmək istəmirəm, yəni müəyyən xəstəliklər də artıq pik səviyyəyə çıxır bu sistemlərin yerli-yersiz təyinatından. Ona görə çox zaman bu kökələ bilməmə, arıqlaya bilməmə mən hər zaman demirəm. Əlbəttə ki, hormonal problemlərə də bağlıdır, hormonal disbalansa da bağlı ola bilər, müxtəlif xəstəliklərə də, amma daha çox nevroloji beyin mənşəli ola bilir. Yəni mən hər zaman deyirəm ki, bizim dərmanlarımızla mən sizə kömək eləyə biləcəm. Yəni əgər arıqlamaq istəyirsinizsə, yəni heç bir şey yemədiyiniz halda kökəlirsiniz və yoxlanmısınız, heç bir patologiya çıxmayıbsa, mən sizə elə dərmanlar verəcəm, iştahınız biraz yığılacaq, yəni biraz azalacaq. Və yaxud çox yeyirsiniz, amma kökələ bilmirsiniz, davamlı arıqsınız, yəni əziyyət çəkirsiniz, hansı ki, bu qrup pasiyentləri daha çox görürük. Bu yöndə də mən kömək eləyə bilirəm pasiyentlərimə. Yəni biraz iştah açan dərmanlarla bu bizim əlimizdədir. Ona görə hər zaman deyirik ki, insanlara fərqli davranırıq, individual davranırıq. Yəni hər kəsin istəyinə uyğun, istəklərini də soruşuram bu arada, özümdə qeyd edirəm ki, yəni siz necə istəyirsiniz? İstəyirsiniz ümumiyyətlə iştahınıza dəyməyək, necə var elə qalasınız. İstəyirsiniz iştahınızı biraz azaldaq, istəyirsiniz iştahınızı biraz artıraq, onda bacarıq eləyirik. Sonra depressiyanın hansı əlamətləri? Yuxu. Belə olsa əlbəttə pozuntular da keçər, panik atak da keçər. Yəni stresi idarə edirsiniz də sanki. Bəli, stresi idarə eləyə bilsə İlhamə xanım, əslində bu stresdən qaç sözünü heç vaxt sevmirəm mən, çünki stres qaçınılmaz. Necə qaçaq? Necə qaçaq? Bəli, stressiz həyat yoxdur, bizim özümüz idarə eləyə bilərik. İş varsa, bəli, iş varsa orada stres var. Bundan qaçınılmaq mümkünsüzdür. Amma stresi düzgün idarə etsək, o zaman problemlərdən də əziyyət çəkməyəcəyik. Həmçinin yuxu problemləri çox rast gəlinir. Bir qrup pasiyentlər yata bilmir, yəni yuxusuz. Uzanırlar, yuxuya gedə bilmirlər və yaxud yuxunu davam etdirə bilmirlər. Yuxusuzluq, yata bilməmə insomniya adlanır. Bir qrup pasiyentlər isə gecəni normal yatırlar və gün içində davamlı yenə yatmaq istəyirlər. Yəni yatdım, amma doymuram yuxudan, doktor davamlı yatmaq istəyirəm. Bu da depressiyanın bir əlamətidir. Bu da tam şəkildə dediyim kimi müalicə eləyirik və vaxtında müalicə olunun ki, yaş fərq eləmir burada, yaş qrupu. Vaxtında müalicə olunun ki, depressiyada xronikləşmiş formaya keçməsin. Ən təsirli müalicə depressiyalarda da, panik atakda da, pozuntularda da dərman müalicəsidir, amma doğru şəkildə. Doğru. Həkimin
qeyd elədiyi kimi doğru şəkildə anamnez toplanacaq, xəstə ətraflı müayinələrdən keçiriləcək. Çünki biz ora, yenə deyirəm, elə simptomlarla gəlirik ki, ürək döyüntüsü, yəni bu sadəcə qorxu deyil ki, mən infarkt olacağam. Məni infarkt, o fikri məndə yaradan ürək döyüntüsü aritmiya var, taxikardiya var. Bunlar inkar olmalıdır kardioloq tərəfindən mütləq şəkildə. Yəni sən elə nevrozsan, panik ataksan, xeyr, belə bir şey yoxdur. O qədər bəsit deyil bir insana sən nevroz və ya nevrotik pozuntun var demək. İnsan var ki, heç bir söz, heç bir ifadə işlətmədən belə öz-özünə başlayır əsəb keçirtməyə. Yəni bunun özü bir stresli və onun pik həddə çatması yenə də bu stresin idarə olunmaması səbəbi ilədir. Nəsə çatmır. Orqanizmdə hansısa komponent çatmır. Deməli, bunu yerinə qoymaq, həkimin dediyi kimi 10-15 günümüzü alacaqsa, yenə də dərman vasitəsilə hansısa molekula ilə olacaq. Biraz özümü elə deyirəm, amma bir çox pasientlərdə doktor 2 gündə, 3 gündə mən artıq effekti gördüm, deyirəm nə gözəl. Mən yenə də özümü sığortalayım, bir 10 gün, 2 həftə deyim, amma yəni ümumi olaraq nəticə istər təşviş həyəcan pozuntularında. Bu da plasebo effektidir də. Bəli, ola bilər. Yəni biraz həkimin danışığı da pasiyentə çox təsir etdiyi üçün plasebo effekti ola bilir. 2 gündə əlbəttə ki, o effekt olacaq. Dərmanın təsiri daha tezdir. Bəli, eynən. Bu neçə gün çəkəcək? 2 həftə. Amma bugün dərmanı içdim, axşama yaxşı oldum. Bu dərhal düzü kəskin hallarda müdaxilə üçün yazılan dərmanlar var, o ayrı. Amma sizin yazdığınız dərmanlar dediyiniz kimi idarə olunması üçündürsə orqanizmi, nəyəsə yerinə qoyulması məqsədi ilədirsə, o molekulanın orqanizm qəbul eləyənə qədər vaxt tələb olunur. Amma nə yaxşı ki, müalicənin effektini görmüş olurlar. Kimlər müraciət eləsin? Bir daha xatırladaq, doktor. Ümumiyyətlə, nevrotik pozuntularla bir daha deyirəm, təşviş həyəcan pozuntuları varsa, davamlı boğulma, nəfəs darlığı, döyüntü, ürəyim yerindən çıxacaqmış kimi olursa, döyüntüm artırsa və dəfələrlə kardioloqa getmişəm, məndə patologiya tapmırlarsa, bu ola bilər sizdə panik atakdır və yaxud ruh düşkünlüyü, depressiya varsa, adaptasiya ola bilmirsiniz, konsentrə ola bilmirsiniz, yaddaşınızda bir zəiflik varsa, yuxu problemləriniz varsa, yuxusuzluq varsa və yaxud çox yatırsınızsa, gün içində də yorğun olursunuzsa və yaxud cəmiyyət içində özünüzü narahat hiss edirsinizsə, davamlı digərlərinin səni mühakimə etməsini düşünürsənsə, davamlı səhv etməkdən qorxursansa və dediyim kimi digər əlamətlər, mədə bağırsağı dəfələrlə yoxlatmışsınız, endoskopiya olmuşsunuz, mədə bağırsağınızda bir problem yoxdur, amma yenə də mədə bağırsağa verən bir simptom varsa, bilin ki, beyin ən hündürdə olan orqanımızda və hər yer beyinlə idarə olunur. Ona görə birinci növbədə beyin, yəni nevrologiyadır. Bu nevrologiyada hər zaman mən deyirəm, ilk gələndə pasiyentə demək olar ki, nevroloji bir check-up edirik. İstər qan dövranı, digər şeylər yoxlayırıq və onun nəticəsində bizim tam olaraq diaqnozu deyib o şəkildə və hər zaman bunu deyirəm, efirlərdə də deyirəm, burada da deyim. Mən müayinə istəyirəm pasiyentlərdən. Pasiyentlərimə də deyirəm, siz də məndən diaqnoz tələb eləyin. Sadə yuxusuzluqla gəlmisiniz. Effekt tələb eləyin. Bəli, 30 yaşınız var və yuxusuzluqla gəlmisiniz. Mən elə dərmanı yazım, sizi yola salım. Yox, elə deyil. Məndən soruşun ki, ay Jalə xanım, mən niyə yatmıram? Niyə mən 30 yaşında, 40 yaşında digər insanlar yatır, amma mən yuxusuzluqdan əziyyət çəkirəm? Mən mütləq şəkildə sizə səbəbi deyəcəm, o şəkildə müalicəni yazacağım. Çünki yuxu üçün verdiyimiz bəzi dərmanlar, yəni hər zaman yuxu gətirici vermirik. Bəzən insanın serotonini yoxdur, yəni xoşbəxtlik hormonu yoxdur da melatoninə çevrilə bilmədiyi üçün yata bilmir. Biz səhər dərmanı, serotonini artıran dərmanlar adətən səhər təyinat verildiyi üçün səhər verir və bir müddət sonra yuxusu da düzənə düşür, hər şey qaydasına düşür. Ona görə bir daha deyirəm, hər zaman məndən diaqnoz tələb eləyin, soruşun. İstənilən xəstəlikdə, istənilən nevroloji problemlərdə, istər epilepsiyanın növləri olsun, yaddaşım niyə zəifdir, ay doktor, soruşun məndən. Mənə deməyin ki, doktor mənə bir yaddaş dərmanı yazın, elə bir şey yoxdur. Hər kəsdə yaddaş zəifliyi varsa, səbəbi başqadır. Mütləq araşdırılsın, o şəkildə sizə dərman müalicəsi yazılsın. Müalicə taktikaları da fərqlidir. Hər kəsin, yəni hər həkimin öz xəstəsinə individual yanaşması və protokol üzrə təyin elədiyi dərman qrupları var. Bəzən bir neçə dərman qrupu təyin edir həkim. Çünki unutmayaq, bunu biz öz başına müstəqil şəkildə yazıb, daha doğrusu alıb istifadə eləyə bilmərik. Niyə? Çünki dərmanların da bir-birinə qarşılıqlı təsiri, eyni zamanda orqanizmə yan təsiri var. Məhz ona görə həkimin dediyi kimi ətraflı anamnez, müayinələr və
dəqiq diaqnoz nəticəsinə uyğun olaraq müalicənin effektini görmüş olacaq. Doktor, təşəkkür edirəm gəldiyinizə görə. Mən sizə təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət, minnətdaram. Çox sağ olun, minnətdarım. Siz sağ olun. Bir daha xatırladım, nevroloq, EYQ üzrə mütəxəssis, Türkiyə Ankara Qazi Universiteti Nevrologiya kafedrasında çalışmış bizim sevimli Jalə Qarayeva həkim sən verilişinin qonağı idi. Müraciət etmək istəyənlər varsa telefon nömrələrini qeyd edeyim. Təşəkkür edirəm. Lady Şarm mağazasına təşəkkürümü bildirim. Xanımlar, sizlərə səslənmək istəyirəm. Çünki bilirsiniz, ara sıra tərzimizi dəyişməklə gözəl görünməyə çalışırıq. Yeni kolleksiyalar əldə etmək istəyənlər varsa, buyurun, Nərimanov metro stansiyası çıxışında yerləşən Lady Şarm mağazasına müraciət edə bilərsiniz. Həm endirimlər var, həm yeni kolleksiyalar var. Əlaqə telefonunu da xatırladım, 010 322 01 31. Tələsin. Bugünlük bu qədər. Hələlik.